Salam əziz izləyicilər, bugün sizlərə DİM 9 illik test toplusundan nitq hissələrinin morfoloji xüsusiyyətlərini izah edəcəm. Artıq biz bütün nitq hissələrini yekunlaşdırmışıq və ümumi məsələlərə toxunacaq bu bölmədə. Birinci sual. Mən ki elə bunu axtarırdım cümləsindəki sözlərlə bağlı doğru fikri müəyyən edin. Ki burada ədatdır. Elə bunu axtarırdım. Elə də ədatdır. Biri qüvvətləndirici ədatdır. Elə də dəqiqləşdirici ədatdır. Demək, mən sadə əvəzlik, bu sadə əvəzlik axtarırdım. Axtarmaq da sadədir. Baxaq, işarə əvəzliyi mənsubiyyət şəkilçisi qəbul edib. Doğru fikri soruşur bizdən. Deməli, bütün fikirlər yanlışdır, biri doğrudur. Sözlərdən biri düzəltmədir. Bu səhv fikirdir. Düzəltmə söz yoxdur. İşarə əvəzliyi mənsubiyyət şəkilçisi qəbul edib. Nəyi, bunu? Təsirli yalın sualına cavab verir. Təsirli yalın şəkilçisini qəbul edib. Bu səhvdir. Mənsubiyyətə görə dəyişməyib. Köməkçi nitq hissəsindən sonra vergül qoyulmalıdır. Bu da səhvdir. Çünki ki burada ədat kimi işlənib və ədatdan sonra vergül olmaz. Amonimliyi olan iki söz işlənib. Baxaq görək. Deməli, amonimliyi olan biri kidir, həm bağlayıcı, həm ədat kimi işlənir. Biri də elədir, həm ədat, bir də əvəzlik kimi işlənir. Bu düzdür. D bəndi düzdür. İndi baxaq E-yə. Feil keçmiş zamandadır. Axtarır, indiki zamanın şəkilçisidir. Buradakı D zaman şəkilçisi deyil. İdi hissəciyinin qısaldılmış formasıdır. Ona görə bu fikirdə səhv olacaq. Deməli, birinci sualda cavab olacaq D bəndi. İkinci sual. Azərbaycan dili gözəlliyi, zərifliyi, zənginliyi ilə seçilir cümləsində sözlərin morfoloji izahı ilə bağlı səhvi göstərin. Dili mənsubiyyət şəkilçisi ilə işlənmiş isimdir. Düzdür, Azərbaycan dili. Azərbaycan yiyəli çalda olan isimdir. Düzdür, Azərbaycanın qeyri-müəyyən yiyəli çaldadır. Bu da düzdür. İlə qoşmadır. Nəyi ilə, zənginliyi ilə, bu da düzdür, C-ni çıxdım. Seçilir, düzəltmə feildir. Deməli, seçil, bu da düzdür, D-ni də çıxdım. Gözəlliyi, zərifliyi, zənginliyi, təsirli çalda olan isimlərdir. Azərbaycan dili özünün gözəlliyi, onun gözəlliyi. Burada təsirli yalın şəkilçisi yox, mənsubiyyət şəkilçisi var. Ona görə də cavabımız olacaq səhv cavab E bəndi. 2-də E. Üçüncü sual. Görünür özümü ətrafdakılara yaxşı tanıtmamışam cümləsindəki sözlərlə bağlı doğru fikri müəyyən edin. Tanıtmamışam icbar növdə olan feildir, inkardadır. Tanıtmamışam icbar növdə ola bilməz. Çünki burada məcburi şəkildə görülən bir işdən söhbət getmir. Bu, məlum növdə olacaq. Ona görə də A bəndi səhv cavabdır. Bizdən doğru fikri soruşur. Yaxşı sifətdir, adi dərəcədədir. Yaxşı tanıtmamışam. Hərəkəti izah elədiyinə görə sifət ola bilməz. B-ni çıxdım. Özümü qeyri-müəyyən əvəzlikdir. Təsirli çaldadır. Öz qeyri-müəyyən əvəzlik deyil. Öz təyini əvəzlikdir. Ona görə C-ni də çıxdım. Görünür fikrin mənbəyini bildirən modal sözdür. Görünür güman şübhə bildirən modal sözdür. Ona görə D bəndi də səhv olacaq. Ətrafımdakılara yönlü çalda olan düzəltmə sifətdir. Kimə, ətrafımdakılara düzdür. Yönlü çal fikri düzdür. Düzəltmə sifətdir. Dakı-dakıda bəli, sifət düzəldən leksik şəkilçi olduğuna görə burada isimləşmiş sifət var. Ona görə də E fikri düz olacaq. E bəndi düzdür. Deməli, 3-də cavab olacaq E. Dördüncü. Bugünkü səmimi söhbət hamıya faydalı oldu. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Səmimi söhbət necə söhbət, bugünkü söhbət necə söhbət, kimə, hamıya faydalı oldu. Bu da feil. Hamıya qeyri-müəyyən əvəzlikdir. Səmimi sifətdir, adi dərəcədədir. Düzdür, A bəndi düzdür.
Hamıya qeyri-müəyyən əvəzlikdir. B bəndi düzdür. Söhbət sadə isimdir. Düzdür. Bugünkü mürəkkəb zaman zərfidir. Səhv bu olacaq. Bugünkü mürəkkəb zaman zərfi deyil. Bugünkü deməli mürəkkəb sifətdir. Faydalı oldu feildir, keçmiş zamandadır. Bu da düzdür. Deməli 4-də cavab olacaq D bəndi. 5-ci sual. Artıq mən təbii ki sənin əleyhinəyəm cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Artıq ədat, mən əvəzlik, təbii ki modal söz, sənin əleyhinəyəm. Burada bir yerdə gedəcək. Deməli, sənin şəxs əvəzliyidir, yəri çaldadır, düzdür. Artıq ədatdır, B düzdür. Mən şəxs əvəzliyidir, adlı haldadır, bu da düzdür. Təbii ki modal sözdür, bu da düzdür. Əleyhinəyəm indiki zamanda olan feildir. Əleyhinə sözü hərəkət bildirmir. Hərəkət bildirən suala cavab vermir. Əleyhinə fikir, necə fikir? Sifətin sualına cavab verir. Ona görə də E bəndi indiki feil ola bilməz. Cavabımız olacaq demək 5-də E bəndi. 6-cı sual. Onlar yalnız gördükləri işlərdən danışırdılar. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyənləşdirin. Onlar şəxs əvəzliyi, yalnız, ancaq, məhdudlaşdırıcı ədat, gördükləri feili sifət, işlərdən isim, danışırdılar, bu da feil. Danışırdılar düzəltmə feildir, birinci şəxsin cəmindədir. Danışmaq feili sadə feildir. Həm də birinci şəxsin cəmində yox, üçüncü şəxsin cəmindədir. Ona görə elə səhv cavab olacaq A bəndi. Cavabımız A bəndi olacaq. Onlar şəxs əvəzliyidir, bu düzdür. Yalnız ədatdır, bu da düzdür. İşlərdən sadə isimdir, çıxışlıq haldadır, düzdür. Gördükləri feili sifətdir, bu da düzdür. Deməli 6-da cavab oldu A bəndi. 7-ci sual. 7. Mən əminəm ki, yarışda qalib gələcək cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Mən əvəzlik, əminəm, əmin insan sifət, ki bağlayıcı, yarışda isim, qalib gəlməkdə feil. Deməli, ki tabellik bağlayıcısıdır, düzdür, aydınlaşdırma bağlayıcısıdır. Anı çıxdım. Mən şəxs əvəzliyidir, düzdür. Əminəm feildir, indiki zamandadır. Səhv cavab olacaq, bax C bəndi. Əmin olmaq olsaydı feil olacaqdı. Amma əmin sözü təklikdə sifət kimi işlənir. Məsələn, əmin insan. Yarışda sadə isimdir, yerli çaldadır, düzdür. Qalib gələcək feildir, gələcək zamandadır, bu da düzdür. Deməli 7-də cavab olacaq C bəndi. 8-də deyir, xəstəxananın şöbə müdürü deyəsən bizi unutmuşdu. Cümləsindəki sözlərin morfoloji izahındakı səhvi müəyyən edin. Bizi şəxs əvəzliyidir, təsirli yal şəkilçisi qəbul etmişdir. Unutmuşdu kimi? Bu düzdür. Xəstəxananın düzəltmə isimdir, yiyəli çaldadır. Xəstəxananın müdürü. Bu da düzdür. Deyəsən modal sözdür, güman şübhə bildirir, bu da düzdür. Şöbə ümumi isimdir, adlı haldadır. Xəstəxananın şöbə müdürü. Şöbənin müdürü. Adlı halda yox, qeyri-müəyyən yiyəli halda olduğu üçün səhv cavab olacaq D bəndi. Unutmuşdu feildir, keçmiş zamandadır, bu da düzdür. Deməli 8-də cavab oldu D bəndi. 9. Saxsı küplərin kölgəsi qapıya qədər düşürdü cümləsindəki sözlərin nitq hissələrinə görə təhlilindəki səhvi müəyyənləşdirin. Qapıya yönlü halda olan isimdir, düzdür. Küplərin yiyəli halda olan isimdir. Küplərin kölgəsi, düzdür. Saxsı sifətdir. Saxsı sözü sifət deyil, saxsı sözü sifətləşən isimlərə aiddir. Yəni,
daha çox atributivləşən isimlər var idi. Hansı ki, yundur, dəridir, ipəkdir və s. Saxsı sözü də həmin sözlərdən biridir. Əslində nitq hissəsi olaraq isimdir, amma cümlədə sifətləşir. Ona görə səhv cavab olacaq. Bax, C bəndi. Qədər məsafə bildirən qoşmadır, düzdür. Düşürdü, indiki zamanda olan sadə feildir. Bu da düzdür. Deməli, 9 oldu C bəndi. 10. Sizdən ayrılmayır könlümün quşu nümunəsindəki sözlərlə bağlı səhv fikirləri müəyyən edin. Sizdən şəxs əvəzliyidir, yerli çaldadır. Sizdən, dandən çıxışlı kalın şəkilcisidir. Səhv cavablardan biri olacaq 1. Ayrılmayır feildir, indiki zamandadır. Düzdür. Bu düzdür. 2-ni çıxdım. Səhv fikri soruşduğu üçün A-nı çıxıram buradan, B-ni çıxıram, C-ni çıxıram. 3-ə baxaq. Könlümün düzəltmə isimdir. Müəyyən yiyəli çaldadır. Könlümün sözü düzdür. Müəyyən yiyəli çaldadır, amma düzəltmə isim yox, sadə isim olduğu üçün səhv cavablardan biri də olacaq 3. Quşu mənsubiyyət şəkilcisi qəbul etmiş isimdir. Bu da düzdür. Deməli, səhv cavablar olacaq 1, 3. 1, 3 cavabı da olacaq D bəndi. On birinci sual. Şeiriyyət ilhama çağırır məni nümunəsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvləri müəyyən edin. Şeiriyyət quruluşca düzəltmə konkret isimdir. Düzəltmədir, amma konkret deyil, mücərrəddir. Ona görə 1 olacaq səhv. İlhama isimdir, yönlü çaldadır. İlhama çağırmaq. Düzdür bu da, ikinci fikir düzdür. Digərlərinə də baxaq. Demək, çağırır indiki zamanda işlənmiş feildir. Bu da düzdür, düzdür. Məni mənsubiyyət şəkilçili şəxs əvəzliyidir. Ümumiyyətlə, şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişə bilmir. Bax, səhv cavablardan da biri oldu 4. Deməli, cavab oldu 1, 4. 1, 4 cavabı da olacaq B bəndi. 12. Sual işarəsinin yerinə yazılmalıdır. Həm ədat kimi işlənsin, həm sifət kimi, həm feil kimi, həm zərf kimi. Tək sözü feil kimi işlənə bilməz. Ədat, sifət, zərf olar, amma feil ola bilməz. Ona görə A-nı çıxdım. Artıq sözü feil kimi işlənə bilməz. B-ni çıxdım. Doğru sözü də feil kimi işlənə bilməz. Qoy sözü də feil kimi işlənər, ədat kimi işlənər, sifət və zərf kimi işlənə bilməz. Bura uyğun gələcək düz sözü. Düz həm ədat kimi işlənir, həm sifət kimi işlənir. Ədat kimi məsələn düz yanımda dayandı. Sifət kimi məsələn o düz insandır, necə insandır. Zərf kimi düz danış, feil kimi də düzmək feili. Məsələn, süfrəyə boşqabları düz. Deməli, cavab olacaq D bəndi 12-də. 13. Şeirdə qafiyə yaradan sözlərin qrammatik mənasını müəyyən edin. Elə ki, qocaldı əl açır bizə, güvənir, sığınır köməyimizə. Bizə sözü şəxs əvəzliyidir, kömək sözü də isimdir. Deməli, əvəzlik isim. Oldu 13-də C bəndi. 14. Şeirdə qafiyə yaradan sözlərin qrammatik mənasını müəyyən edin. Tunç zirehli ilanlar, isim, haqqımızı nə anlar, anlayar, feil. İsim, feil. İsim, feil cavabı da olacaq D bəndi. 15. Ədəbiyyat müəllimi dünənki tapşırığı hələ yoxlamamışdı cümləsindəki sözlərin morfoloji təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Ədəbiyyat yiyəli çalda olan isimdir. Düzdür. Dünənki düzəltmə zərfdir. Hansı tapşırıq? Dünənki tapşırıq. Özündən sonra isim gəlib, ismi izah eləyirsə, deməli zərf deyil. Hərəkəti izah eləyəndə zərf olur. İsmi izah eləyəndə sifət olur. Ona görə cavab olacaq B bəndi. Yanlışı soruşur bizdən.
Yanlış da olacaq B bəndi. Müəllimə adlıq halda olan sadə isimdir. Düzdür. Mənsubiyyət şəkilçisi ilə işlənib. Deməli adlıq haldadır. Tapşırığı təsirli haldadır. Quruluşça düzəltmədir. Düzdür. Yoxlamamışdı məlum növdə keçmiş zamanda olan sadə feildir. Bu da düzdür. Deməli 15 oldu B bəndi. 16. Bu ilki imtahan sualları yaxşı hazırlanmışdı cümləsindəki sözlərin morfoloji təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Bu ilki mürəkkəb zərfdir. Bu ilki imtahan sualları, hansı imtahan sualları? İsmi izah edib zərf ola bilməz. Səhv fikir elə olacaq, bax bu cavab. Çünki zərf yox, sifətdir. İmtahan yəli halda olan ümumi isimdir. İmtahanın sualları düzdür, qeyri-müəyyən yəli haldadır. Suallara adlı halda olan sadə isimdir. Düzdür, mənsubiyyətə görə dəyişib, deməli adlı haldadır. Yaxşı zərfdir. Hərəkəti izah edib, deməli zərfdir. Hazırlanmışdı məchul növdə, kimsə tərəfindən hazırlanmışdı. Keçmiş zamanda olan düzəltmə feildir. Bu da düzdür. Deməli 16-da cavab oldu A bəndi. 17. Nümunələrlə bağlı verilmiş fikirlərdən biri doğrudur. Tikinti, inanc, yelləncək, qazanc, daraq. Deməli, feildən düzəlmiş isim, inanc feildən düzəlmiş isim, yellənmək sözündən yelləncək isim yaranıb, qazanmaq sözündən qazanc isim yaranıb, daramaq sözündən də daraq isim yaranıb. Deməli, bizdən soruşur, biri doğrudur. Sadə feillərdən düzəlmişdir. Deməli, hamısı sadə feildən düzəlib, bir dənə yelləncək sözü sadə feildən düzəlməyib. Ona görə A bəndin çıxdım. Sualları fərqlidir. Tikinti nə, inanc nə, yelləncək nə, qazanc nə, daraq nə? Bu da səhvdir, çünki hamısının sualı nədir? Mücərrəd isimlərdir. Daraq konkretdir. Yelləncək konkretdir, məsələn. Ona görə bu da səhvdir. Hamısı düzəltmədir. Bax, doğru fikir olacaq D bəndi. Hamısı düzəltmədir. Çünki hamısında leksik şəkilçisi var. E bəndində isə deyir, müxtəlif nitq hissələrinə aid sözlərdir. Bu da yanlışdır. Çünki hamısı isimdir. Demək oldu 17-də cavab D. 18-ci sual. Nümunədə altından xətt çəkilmiş sözlər morfoloji cəhətdən nədir? Ardıcıllıqla müəyyən edin. Buludlar, buludlar, pərişan buludlar, necə buludlar, sifət. Başımın üstündə kişnəyib yarışan buludlar. Baş isim, kişnəmək feil, yarışmaq feil. Feildir, feili sifətdir. Pərişan sifət. Baş isim, kişnəyib feili bağlama, yarışan feili sifət. Sifət isim, feili bağlama, feili sifət. Deməli, o da cavab olacaq A bəndi. 19-cu sual. Söyüdlər ahəstə-ahəstə yırğalanaraq, sanki segah dinləyirdi cümləsindəki sözlərin nitq hissəsi baxımından ardıcıllığını müəyyən edin. Söyüdlər isim, ahəstə-ahəstə zərf, yırğalanaraq feil, sanki modal söz, segah isim, dinləyirdi feil. Deməli, belə olacaq. İsim, zərf, feil, modal söz, isim, feil. İsim, zərf, feil, modal söz, isim, feil. Olacaq E bəndi. Yirminci sual. Quruluşuna və aid olduğu nitq hissəsinə əsaslanmaqla sözlərin cədvələ uyğun ardıcıllığını müəyyən edin. Kütlə, çəki, qırmızı, deməli, ardıcıllıq belədir. İsim, sifət, say. Birinci sırada bizə mürəkkəb isim lazımdır. İkinci sırada bizə düzəltmə sifət lazımdır. Üçüncü sırada isə sadə say lazımdır. Demək, mürəkkəb isim, düzəltmə sifət və sadə say. Mürəkkəb isim.
Kiçik sadə olduğuna görə 2 bu cavab ola bilməz. A-nı çıxıram. Bacı qardaş mürəkkəb isimdir, düzdür. Armudu düzəltmə sifətdir, düzdür. Milyon sözü də sadə saydır. Əslində B bəndi cavabımıza uyğun gəlir. Digər variantlara da baxaq. Kəkliyotu mürəkkəb isimdir, düzdür. Amma birlikdə sözü sifət yox, zərfdir deyə C-ni çıxıram. D bəndi kömək etmək feildir deyə D-ni çıxıram. Uzunboğaz sözü də sifət deyə E-ni çıxıram. Ona görə cavabımız oldu 20-də B bəndi. 21. O sirrini ancaq mənə danışardı cümləsində sözlərin izahı ilə bağlı səhvi müəyyən edin. Sirrini mənsubiyyət şəkilçili təsirli halda olan isimdir. O öz sirrini, onun sirri mənsubiyyət, sirrini nəyi? Bax, bu düzdür. Həm mənsubiyyət şəkilçisi var, həm təsirli hal. Ancaq bağlayıcıdır. Yalnız mənə danışırdı. Məhdudlaşdırma ədatıdır. Ona görə səhv cavab olacaq. Bax, B bəndi. C bəndi mənə yönlük halda olan şəxs əvəzliyidir, düzdür. Danışardı gələcək zamanda xəbər şəklində olan feildir, düzdür. O şəxs əvəzliyidir, bu da düzdür. Deməli 21 oldu B. 22. Onlar kəndə bizdən sonra çatdılar cümləsində sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Kəndə yer zərfidir, yönlük haldadır. Kənd sözü yer zərfi deyil. Yer məkan mənalı isimdir. Düzdür, cümlədə daha çox yer zərfliyi vəzifəsində işlənir, amma nitq hissəsi baxımından zərf yox, isimdir. Ona görə səhv cavab elə olacaq A bəndi. 22A. Səməd bu yollara həsrətlə baxardı cümləsindəki sözlərin nitq hissəsinə görə təhlilindəki səhvi müəyyən edin. Həsrətlə tərz hərəkət zərfidir. Necə baxardı həsrətlə? Bu düzdür. Yollara yönlük halda olan sadə isimdir. Hara? Yollara. Bu da düzdür. Bu işarə əvəzliyidir. Bu da düzdür. Səməd adlı halda olan xüsusi isimdir. Düzdür. Baxardı keçmiş zamanda olan feildir. Xeyr. Sözün kökünə ar şəkilçisi qoşulub, gələcək zamanın şəkilçisi, sonra D hissəcidir. Bir sözə iki zaman şəkilçisi qoşula bilməz. Əgər birinci zaman şəkilçisi tapdıqsa, çünki zaman şəkilçisi sözün ya kökünə qoşulur, ya da başlanğıc formasına. İkinci heç vaxt zaman şəkilçisi ola bilməz. Bu gələcək zamanında id hissəci ilə işlənib. Keçmiş zaman fikri səhvdir. Ona görə səhv cavab olacaq 23-də E bəndi. 24. 24-də deyir, sanki dünənki yorğunluqdan əsər əlamət qalmamışdı cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Dünənki düzəltmə zaman zərfidir. Hansı yorğunluq? Yorğunluq sözü isim olduğuna görə və ismi izah elədiyi üçün zərf ola bilməz. Zərf hərəkəti izah eləyir. Əgər ismi izah eləyirsə, deməli zərf yox, sifət olmalıdır. Səhv cavab elə olacaq A bəndi. B bəndi sanki modal sözdür, bu düzdür. Yorğunluqdan sifətdən düzəlmiş isimdir, çıxışlıq haldadır, bu da düzdür. Əsər əlamət isimdir, adlıq haldadır. Nə qalmamışdı əsər əlamət, bu da düzdür. Qalmamışdı sadə feildir, xəbər şəklində inkardadır, bu da düzdür, E bəndi. Deməli 24 oldu, A bəndi. 25. Orxan bu sözü ağlaya-ağlaya təkrar etdi cümləsində sözlərin morfoloji izahındakı səhvi müəyyən edin. Orxan xüsusi isimdir, düzdür. Ağlaya-ağlaya tərz hərəkət zərfidir. Ağlaya-ağlaya, ağlamaya-ağlamaya. Feili bağlamadır, zərf deyil. Nitq hissəsi olaraq feildir. Desəydə əgər zərflikdir, bu düz olacaqdır. Çünki zərflik cümlə üzvüdür. Amma zərf nitq hissəsi olduğuna görə və feili bağlama nitq hissəsi olaraq feil hesab olunur. Ona görə səhv cavab olacaq, bax, B bəndi. Bu işarə əvəzliyidir, sifətin yerində işlənmişdir, bu düzdür.
Sözü təsirli halda olan isimdir. Nəyi, sözü, bu da düzdür. Təkrar etdi, keçmiş zamanda olan fiildir, bu da düzdür. Deməli 25-də cavab oldu B bəndi. 26. Vətən onu sevənlərin və qoruyanlarındır cümləsində sözlərlə bağlı yanlış fikir hansıdır? Onu şəxs əvəzliyidir, təsirli çaldadır. Nəyi və yaxud kimi? Düzdür. Səhvi soruşur bizdən, ona görə A bəndini çıxdım. Vətən isimdir, adlı qaldadır. Bu da düzdür. Qoruyanların indiki zamanda işlənmiş fiildir. Qoruyanlar fiili sifətdir, zamanda hesab olunmur. İndiki zamanda işlənmiş, düzdür, fiildir nitq hissəsi olaraq, amma indiki zaman mənalı fiili sifətdir və isimləşib. Ona görə də C bəndi yanlış fikirdir. İndiki zamanda işlənmiş fiil yox, yazılmalıydı. İndiki zaman mənalı fiili sifətdir və yaxud isimləşib. Sevənlərin fiili sifətdir, düzdür və bağlayıcıdır, bu da düzdür. Deməli, 26-da cavab oldu C bəndi. 27. Növbəti oyunda finalçılar oynayacaq cümləsindəki nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən edin. Növbəti sifət, oyun isim, finalçı isim, oynayacaq fiil. Sifət isim, isim fiil. Bu da olacaq A bəndi. 27-də cavab oldu A. 28-də nə soruşur? Deyir, verilmiş cümlələrə əsasən Eylerven diaqramındakı doğru fikirləri müəyyən edin. O gözlərini yumub sustu, ağılı açıb quzuları buraxdılar. İsim həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul etmişdir. Gözləri, mənsubiyyət, gözlərini, hal şəkilçisi bir doğrudur. Sonra, bütün nitq hissələri quruluşca sadədir. O gözlərini yumub sustu. Bu fikir birinci cümləyə görə doğrudur, amma ikinciyə də baxaq. İkincidə də doğru olsa, ortaq fikir kimi olmalıdır. Həm təsriflənən, həm də təsriflənməyən fiil işlənmişdir. Ağılı açıb quzuları buraxdılar. Gözlərini yumub sustu. Bəli, hər ikisində təsriflənən fiil də var, təsriflənməyən də. Sustu, buraxdılar, təsriflənən. Yumub, bir də açıb sözlərdə təsriflənməyən. Bu fikir düzdür. Hələ ki 1 doğrudur, 3 doğrudur. 2-yə də baxaq. Baxarıq axırda. 4. Feili bağlama tərz məzmunu bildirir. Demək, necə sustu? Gözlərini yumaraq, necə buraxdılar? Ağılı açaraq buraxdılar. Bu da düzdür. Baxaq 5-ə. İsimlərin quruluşca növləri eyni olsa da, halları fərqlidir. Deməli, gözlərini nəyi təsirli çal, quzuları nəyi təsirli çal, ağılı nəyi təsirli çal. Bu səhvdir. 5-ci fikir səhv olacaq. 5-i çıxdım. 5-i çıxdım. 5 olan cavabları da çıxıram. Düzgün cavabı daha tez tapmaq üçün C-ni də çıxdım. 6-ya baxaq. Feillər keçmiş zamandadır. Deməli, bunu yazıblar, buraxdılar feilinə. Bu əslində B cümləsinə aid yox, hər iki cümləyə aid olmalıdır. Çünki hər ikisində keçmiş zamanda olduğu üçün bu ortaq fikir olmalıydı. Ona görə 6-nı da çıxıram, 6 olan cavabı da çıxıram. İkinci fikrə baxaq. Bütün nitq hissələri quruluşca sadədir. İkinci fikri yalnız A bəndinə aid edib, amma ikinci fikir hər ikisinə aid olduğu üçün bax burada olmalıydı, ortaq yerdə. Ona görə də cavabımız olacaq 1, 3, 4. 1, 3, 4 cavabı da olacaq E bəndində. Sənan bayaq ora gülə-gülə gedirdi cümləsindəki
Sözlərin morfoloji izahı ilə bağlı doğru fikirləri müəyyən edin. Sənan adlı halda işlənmiş xüsusi isimdir. Bu düzdür. Bayaq zaman mənalı qoşmadır. Bayaq sözü zaman mənalı qoşma ola bilməz. Ümumiyyətlə, bayaq sözü qoşma kimi işlənmir. Bayaq zaman zərfidir. 2 səhvdir. İkinci fikri çıxıram. 2 olan cavablarda çıxıram. Doğru cavabı daha tez tapmaq üçün. Ora ismin yerində işlənmiş işarə əvəzliyidir. Gedirdi, hara gedirdi? Oraya. İsmin yerində işlənmiş işarə əvəzliyi, xeyr, ora sözü işarə əvəzliyi deyil. Ümumiyyətlə, heç əvəzlik deyil. Ora sözü yer zərfidir. Ona görə 3'ü də çıxıram və 3 olan cavabları da çıxıram. C-ni də çıxdım, A-nı da çıxdım. Cavabımız olacaq D bəndi, amma yenə də baxaq. Gülə-gülə hərəkətin tərzini bildirən feili bağlamadır. Gedirdi, necə gedirdi? Gülə-gülə. Bəli, feili bağlamadır və tərz bildirir. Deməli, 4 də doğru cavabdır. Gedirdi, indiki zamanda olan sadə feildir. Bəli, getmək sözün köküdür. İr indiki zamanın şəkilçisidir. D də idi hissəciyinin qısaldılmış formasıdır. Deməli, bu fikir də doğru olacaq. 1, 4, 5. D bəndi. 30. Təbiəti qorumaq hamının müqəddəs borcudur cümləsində nitq hissələrinin işlənmə ardıcıllığı hansı bənddə düzgün göstərilmişdir? Təbiət isim, qorumaq feil, hamı əvəzlik, müqəddəs sifət, borc isim. Ardıcıllıq belə olacaq. İsim, feil, əvəzlik, sifət, isim. İsim, feil, əvəzlik, isim, feil, əvəzlik, sifət, isim. Cavab olacaq E bəndində. 30-cu sualda cavab E olacaq. 31-ci sual. Gecə külək əsdiyi üçün yol təpilmişdir cümləsində hansı nitq hissələrinə aid söz yoxdur? Nə zaman, gecə, zərf, külək isim, əsdiyi feil, üçün qoşma, yol, nə isim, təpilmişdir, nə etmişdir, feil. İsmə aid söz var, biri çıxdım. Sifətə aid söz yoxdur, 2. Feilə aid söz var, 3'ü də çıxdım. 1-3 olan cavabları da çıxıram. A-nı çıxıram, B-ni çıxıram, D-ni çıxıram, E-ni çıxıram. Cavabımız olacaq 2 ilə 6 C bəndi, amma yenə də cavablara bir də baxaq. Qoşmaya aid söz var, bəli, 3'üm var, 4'ü də çıxdım. Zərfə aid gecə, nə zaman, zaman zərfi. Zərfə aid də söz var. Bağlayıcıya aid söz yoxdur. Deməli, cavab həqiqətən də 2, 6'dır. 31'də cavab olacaq C bəndi. 32-ci sualda deyir, bəs bunu mənə niyə deməmişsən? Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Mənə şəxs əvəzliyidir, yönlü haldadır, düzdür. Bunu işarə əvəzliyidir, düzdür. Niyə sual ədatıdır? Niyə? Sual ədatı yox, sual əvəzliyidir. Bax, səhv cavab olacaq C bəndi. Bəs sual ədatıdır, bu düzdür. Deməmişsən feildir, keçmiş zamandadır, inkardadır, bu da düzdür. Deməli, 32-də cavab olacaq C bəndi. 33. Ürəyi açıq adam birləşməsinin asılı tərəfinin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Asılı tərəf deyəndə birinci tərəfdən söhbət gedir. Mürəkkəb sifətdir, düzdür. Necə, nə cür suallarından birinə cavab verir, düzdür. Adi dərəcədədir, düzdür. Sözün birinci tərəfi təsirli hal şəkilçili isimdir. Ürəyi açıq. Təsirli hal şəkilçili yox, mənsubiyyət şəkilçili. Onun ürəyi açıq. Deməli, səhv cavab olacaq, bax, D bəndi. İkinci tərəfi feildən düzəlmiş sifətdir, düzdür. Deməli, cavab oldu 33-də D bəndi. 34-cü sual.
Qəlbi sınıq adam birləşməsinin asılı tərəfinin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Qəlbi sınıq sözündən söhbət gedir. Asılı tərəf birinci tərəfdir deməli. Birinci tərəfi təsirli yal şəkilçili isimdir. Birinci tərəfi təsirli yal şəkilçili yox, qəlbi sözü mənsubiyyət şəkilçilidir. Ona görə bax, səhv cavab olacaq A bəndi. Necə nəcür suallarından birinə cavab verir? Doğrudur. Adi dərəcədədir. Doğrudur. Mürəkkəb sifətdir. Doğrudur. İkinci tərəfi feildən düzəlmiş sifətdir. Bu da doğrudur. Deməli 34 oldu A bəndi. Deyəsən onun vəziyyəti xeyli yaxşılaşıb cümləsindəki. Sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyənləşdirin. Onun əvəzli yiyəli çaldadır. Onun vəziyyəti. Bu düzdür. Deyəsən modal sözdür. Düzdür. Yaxşılaşıb feili bağlamadır. Xeyr. Əgər feili bağlama olsaydı, ara qərək şəkilçisi ilə əvəz edə bilərdik. Burada cümlə bitib, fikir artıq bitib. Onun vəziyyəti xeyli yaxşılaşıb. Burada fikir bitib, amma mən onu ara qərəşlə əvəz eləsəm, fikir bitməyəcək, cümlə bitməmiş hesab olunacaq. Ona görə bax, bu fikir səhv fikirdir. Xeyli kəmiyyət zərfidir. Bəli, hərəkətə aiddirsə, deməli kəmiyyət zərfidir. D-ni çıxdım. Vəziyyəti isimdir, adlıq haldadır. Mənsubiyyət şəkilçisi qəbul elədiyinə görə adlıq halda hesab olunur. Əgər sözdə yalnız mənsubiyyət şəkilçisi varsa, deməli o söz adlıq haldadır. 35-də cavab oldu C bəndi. 36. 36-da deyir, Turqutla Toğrul içəridən gülə-gülə çıxdılar cümləsindəki sözlərin morfoloji təhlilindəki səhvi müəyyən edin. Turqut, Toğrul adlı halda olan xüsusi isimlərdir. Bu düzdür. Gülə-gülə tərz hərəkət zərfidir. Gülə-gülə necə? Eyni sözün təkrarından yaranan feili bağlamadır. Düzdür, cümlədə tərz hərəkət zərfliyi vəzifəsindədir, amma nitq hissəsi olaraq zərf deyil, feildir. Ona görə B cavabı səhv cavabdır. İçəridən yer zərfidir, düzdür. La bağlayıcıdır, düzdür. Çıxdılar, keçmiş zamanda olan feildir. Deməli 36 oldu B bəndi. 37. Cümlədəki sözlərin morfoloji izahı ilə bağlı yanlış fikir hansıdır? Onun dedikləri görülməli işi yubadır. Onun yiyəli halda olan şəxs əvəzliyidir. Düzdür. Görülməli məhsul növdədir, vacib şəklindədir. Görülməli sözü təsriflənməyən feildir. Vacib şəklində olsa təsriflənən feil olacaq. Amma bu təsriflənməyən feildir. Çünki feili sifətdir. Ona görə bax, səhv cavab olacaq B bəndi. Dedikləri feili sifətdir. Bu düzdür. İşi təsirli halda olan isimdir. Düzdür. Yubadır. Xəbər şəklində olan sadə feildir. Bu da düzdür. Cavab oldu bax 37-də B bəndi. 38. Hər ağac meyvəsi ilə tanılar cümləsindəki sözlərin morfoloji izahındakı səhvi müəyyənləşdirin. Hər ağac meyvəsi öz meyvəsi ilə tanınar. Mənsubiyyət şəkilçili isimdir. A bəndi düzdür. Ağac adlı halda olan isimdir. Tanınar, nə tanınar? Ağac. Bu da düzdür. Tanınar sadə məlum növdə gələcək zamanda olan feildir. Tanı, tanın, harda, tanı kimi, tanın, kimsə tərəfindən tanın. Sadə yox, düzəltmə feildir və məlum növdə yox, məhsul növdədir. Bax, səhv cavab olacaq C bəndi. İlə qoşmadır, bu düzdür. Hər də təyini əvəzlişdir, bu da düzdür. Deməli, səhv cavab olacaq C bəndi. 39. Küçələrdə və meydanlarda böyük izdiham gördüm cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Küçələrdə, meydanlarda yerli çalda olan isimlərdir. Harada, harada. Bu düzdür. İzdiham adlı halda olan isimdir. Gördüm, nəyi gördüm? İzdihamı, qeyri-müəyyən təsirli yal. Bax, səhv cavab olacaq B bəndi.
Və bağlayıcıdır, bu düzdür. Böyük düzəltmə sifətdir, düzdür. Gördüm məlum növdə olan fiildir, xəbər şəklindədir, bu da düzdür. Deməli 39-da cavab olacaq B bəndi. 40-cı sual. Uca dağların zirvəsində qar görünür cümləsində sözlərin morfoloji izahındakı səhvi müəyyən edin. Uca sifətdir, adi dərəcədədir, düzdür. Zirvəsində yer zərfidir. Zirvə deyə yer zərfi yoxdur. Zirvə isimdir. Bax, səhv cavab olacaq B bəndi. Dağların isimdir, cəmdədir, yiyəli haldadır, düzdür. Qar isimdir, adlı haldadır, düzdür. Görünür düzəltmə fiildir, qayıdış növdədir, bu da düzdür. 40 oldu B. 41. Məruzəçi su məsələsinə də toxundu. Cümləsinin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Məruzəçi düzəltmə isimdir, adlı haldadır. Bu düzdür. Biri çıxdım. Su ümumi isimdir, adlı haldadır. Əslində su adlı halda yox, suyun məsələsi. Qeyri-müəyyən yiyəli haldadır. Bax, 2 səhv cavab olacaq. Məsələsinə isimdir, mənsubiyyət və hal şəkilçisi qəbul etmişdir, düzdür. 3 çıxdım. Bax, 1-3 olan cavabları da çıxıram. 4. D qüvvətlendirici ədatdır. Su məsələsinə də, digər məsələlərə də toxundu. Görürsünüz, başqa söz əlavə edə bilirəm. Başqa söz əlavə edə bilirəmsə, deməli, buradakı D nədir? Ədat yox, bağlayıcıdır. Deməli, 4-ü də götürürük. Toxundu düzəltmə qayıdış növdə keçmiş zamanda olan feildir. Toxunmaq feili sadə feil olduğuna görə bu qayıdış növdə hesab olunmur və düzəltmə də deyil. Sadə feillər demək olar ki, hamısı məlum növdədir. Səhv cavablardan da biri oldu. 5, 2, 4, 5. 2, 4, 5 cavabı da olacaq C bəndi. 43, 42. Bu sirri bilən tək sənsən cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvləri müəyyən edin. Bu işarə əvəzliyidir, mübtəda vəzifəsində işlənib. Sənsən, bu sirri bilən sənsən. Səhv cavablardan biri olacaq 1. Çünki mübtəda vəzifəsində işlənməyib, feili sifət tərkibinin içində işlənib. Deməli 1. Sirri isimdir, təsirli haldadır. Nəyi, sirri. Bu düzdür. 2-ci çıxdım. Bilən feili sifətdir. 3-də çıxdım, düzdür. Tək qoşmadır. Yalnız sənsən, tək sənsən. Qoşma yox, ədatdır. Sənsən şəxs əvəzliyidir, xəbərli şəkilçisi qəbul edib. Bu da düzdür. Deməli, cavab oldu 1 və 4. 42, 1 və 4. 43. Bizim güvəndiyimiz adam məhz belədir. Məhz beləsidir. Cümləsindəki sözlərlə bağlı səhvləri müəyyən edin. Bizim mənsubiyyət şəkilçisi qəbul etmiş şəxs əvəzliyidir. Şəxs əvəzliyi mənsubiyyətə görə dəyişmir. Səhv cavab bu olacaq. Biri, bizim, mənim və bizimdəki im şəkilçisi mənsubiyyət şəkilçisi yox, yiyəli halın şəkilçisidir. Ona görə səhv cavablardan biri 1. Güvəndiyimiz feili sifətdir, bu düzdür. 2-ni çıxdım. Adam adlı halda olan sadə isimdir. Beləsidir, kimdir? Kim, adam. Bu düzdür. 3-də çıxdım. Məhz modal sözdür. Məhz modal söz yox, ədatdır, dəqiqləşdirici ədat. Səhv cavablardan biri də oldu 4. Beləsidir, mənsubiyyət və xəbərli şəkilçisi qəbul etmiş əvəzliyidir, düzdür, işarə əvəzliyidir. Deməli, səhv cavab oldu 1 və 4. 44-cü sual. Bəs belə sözü başqasına deyərlərmi cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı düzgün fikirləri müəyyən edin. Bəs sual ədatıdır. Düzdür 1.
Belə işarə əvəzliyidir. Necə sözü belə. 2. Sözü mənsubiyyət şəkilçili isimdir. Nəyi sözü mənsubiyyət yox, təsirli al. Başqasına mənsubiyyət və yönlü çal şəkilçisi qəbul etmiş sifətdir. Kimə? Başqasına. Bu düzdür. Deyərlərimi düzəltmə feil mi ədatdır. Deyərlərimiz sadədir. Mi ədatdır, düzdür. Amma demək sözü sadədir. Ər zaman şəkilçisidir. Bunlar isə şəxs sonluğudur. Deməli, səhv cavablardan biri deməli oldu 3 ilə 5 səhv cavab. Düzgün cavablar da oldu 1, 2 və 4. 1, 2, 4. 45-ci sual. Bəs belə sözü başqasına deyərlərmi cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı səhv fikirləri indi soruşur bizdən. Bayaq düzgün fikirlər soruşurdu, indi səhv fikirləri. Bəs sual əvəzliyidir. Bəs sual əvəzliyi yox, sual ədatıdır. Səhv fikirlərdən biri olacaq 1. Belə sifətdir. Belə sifət yox, işarə əvəzliyidir. 2. Sözü təsirli halda işlənmiş sadə isimdir. Nəyi sözü? Bu düzdür. 3'ü çıxdım. Başqasına qeyri-müəyyən əvəzlikdir. Başqa sifətdir. Səhv cavablardan biri də oldu 4. Deyərlərimi xəbər şəklindədir. Mi sual ədatıdır. Bu da düzdür. Düzü çıxdım. Deməli cavab oldu 1, 2 və 4. 46-cı sual. 46-da deyir, Cəlal gələndən sonra işləri tamamlamalıyıq cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvləri müəyyən edin. Cəlal xüsusi isimdir. Bu düzdür. Gələndən feili bağlamadır. Gələndən sonra. An, ən feili sifət şəkilçisidir. İsimləşmiş feili sifət çıxışlı kal şəkilçisi ilə işlənib, sonra da qoşma artırılıb. Deməli, bu səhv fikir olacaq. Səhv fikirlə bizdən səhvi soruşur, 2-ni götürdük. Sonra qoşmadır, çıxışlı kala qoşulub, bu düzdür. İşləri cəm və hal şəkilçiləri qəbul etmiş isimdir. Nəyi, işləri, cəm, hal şəkilçisi qəbul edib, bu düzdür, 4'ü çıxdım. Tamamlamalıyıq, əmr şəklində olan feildir. Malı, məli, vacib şəklinin əlamətidir. Deməli, bu əmr şəklində yox, vacib şəklindədir. Səhv cavab oldu 2 və 5. 47-ci sual. O azacıq dincələndən sonra həyətə çıxdı cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvləri müəyyənləşdirin. O şəxs əvəzliyidir. Bu düzdür. Azacıq cəmiyyət zərfidir. Azacıq dincəlmək hərəkətə aiddir. Bu da düzdür. Dincələndən sonra zaman zərfidir. Dincələndən sonra feili, isimləşmiş feili sifətli qoşma ilə işlənib. Düzdür, cümlədə zaman zərfliyi kimi işlənib, amma nitq hissəsi olaraq zərf yox, feili sifət qoşma. Feil və qoşma. Deməli, səhvlərdən biri oldu 3. Həyətə yer zərfidir. Həyət sözü yer, məkan mənalı isimdir, zərf deyil. Deməli, səhv cavablardan biri də oldu 4. Çıxdı, keçmiş zamanda olan feildir, bu düzdür. Deməli, səhv cavablar oldu 3 və 4.